Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bəhsimiz buradaydı ki, qət'ün 4 dənə xüsusiyyəti vardı. Birincisi kaşifiyyədir, ikincisi mühərrikiyyədir, üçüncüsü münəcciziyədir, dördüncüsü müəddiliyyədir. Münəccizə, müəddiliyə, höcciyyə deyildi. Höcciyyə yəni. Dedik ki, birinci və ikinci xüsusiyyət zati idi. Yəni qət harda varsa onun kaşifiyyəsi də var, bəlkə də kaşifə qət'in özüdür. Və əgər həmən şəxsin qərəzi ilə üstə düşürsə, orada mühərrikiyyə də var. Mən susam, orada biləm su var, gedib su götürüb içirəm. Burada bəhsimiz yoxdur. İxtilaf üçüncü şeydir. İxtilaf üçüncüsündədir. Görəsən, höcciyyə də, yəni münəcciziyyə də kaşifiyyə kimi qət'in zatından da özünün həqiqətindən ya kənar bir şeydir. Dedi, heç bir deməli, qət'in höcciyyəsi zatidir, olub olmamağında dedi, burada ixtilaf vardır. Və dedi ki, hökmən deyil ki, bir nəfər kaşifiyyəni və mühərrikiyyəni zati qəbul eləsin, amma höcciyəni zati qəbul eləsin. Burada ki, məntiqi tənaqüz yoxdur. Ola bilər. Mümkündür ki, bir nəfər iddia eləsin ki, qət kaşifdir və mühərrikdir, amma münəcciz deyil. Burada bir məntiqi pozuntuluq və tənaqüz yoxdur. Ona görə deyək ki, bu məsələni gərək biraz dərindən açdıq. Əl-qət'u höccətun zatən əvla. Nə deməkdir bu? Qət zatından höccət ya yox. Məşhur və məruf bunu deyirlər ki, üsulçuların, əksər üsulçuların nəzəri budur ki, höcciyyə qət'ün zati xüsusiyyətlərindəndir, zatındandır. Gözəl. Şəhid deyir ki, gəlin belə bir araşdırma aparalım. Daha doğrusu bu arada iki dənə iddia vardı. Bir budur ki, höcciyyə qət'ün zatındandır. İkinci iddia budur ki, həmən o höcciyyəti qət'dən ayırmaq olmaz. Ayrılan şeylər deyirlər. Necə ki, istiliyi oddan ayırmaq olmaz. Harada od varsa orada istiliyi olanmaz ki, od yansama istiliyi verməsin. Necə ki, illət ilə mənun bir-birindən ayrılmazdır, mülazimdirlər. Eləcə də höcciyyə də nədir? Qət'dən ayrılmazdır. Deməli, iki iddia eləyiblər. Bir, höcciyyə qət'ün zatındandır. İkinci, həmən o zatından olan o xüsusiyyəti ondan almaq olmaz. Gözəl. Necə bir bu iddiaları araşdıraq. Görəsən, qət deyir ki, höccətdir. Hər bir qət höccətdir. Hardan, məsləri nə olursa olsun. Ya xüsusi olaraq Mövlanın təklifini olan qət höccətdir. Heç şübhəsiz cavabı olacaq ki, Mövlanın təklifini olan qət höccətdir. Onu tutaq ki, məsələn deyir. Özümdən balaca mənə deyir ki, məsələn, ged o möhrü gətir, ver mənə. Uşaq mənə deyir ki, dur gedin yəni. Qətə çatdım, mən istəyim başa düşdüm. Uşağım mənə əmr edir ki, möhrü vermə, deyirəm, gözünü götür. Niyə mənə mühərriş olmadı? Niyə münəcciz görmədim? Çünki onu höccət deyil, məndən aşağıdır, aşağı yuxarı əmr eləyə bilməz. Deməli, onda, gəl bu cür deyək. Deyək ki, hər qət höccət deyil, o qətlər höccətdir ki, Mövladan sadır olsun. Mövlanın təklifin biləm, onda mənim qətim Mövlanın təklifinə mütəəlləqdirsə, yəni mən Mövlanın bir təklifini bilmişəmsə qət əsələcəm, da mühərrik olur. Şəhid deyib, belə olan halda, görə onda, deməli onda indiki qət, indiki höcciyyə qət'ün yox, Mövlanın təklifinin zati xüsusiyyəti olur. Elə deyə yox. Belə olan halda görə Mövla kimdir onda? Mövla kimdir? Mövla kimdir ki, onun mənim boynuma qoyduğu təklifə qət'ə çatanda mənim üçün münəcciz olur. Mövla da bu cür tərif vermək olar. Mən yəcibu taatuhu. Elə deyil, deyil. Mövla o şəxs üçün itaəti vacibdir. Yaxşı, onda höcciyyət nə deməkdir? Höcciyyət yəni yəcibu itaatuhu. Falan şey höcciyyətdir, nə yəcibu itaatuhu? Bundan nəticəsi bu oldu ki, əl-qət'u bi təklif mən yəcibu taatuhu, yəcibu itaatuhu. Nə oldu? Təkrar oldu ki. Nə oldu? Fikir məndəndir. Deməli, sual veririk, o məntiqi ardıcılıqla gedirik də. Deyirik ki, sual veririk. Hər bir qət höccətdir. Ancaq Mövladan təklif sadir olarsa və biz o təklifə qət eləyərsə, onda höccət olur. Deməli, onda gəlir nəticə etibarı olur ki, qət nədir? Höccət qət'ün yox, Mövlanın təklifinin zati xüsusiyyətidir.
Gözəl. Bəli. Qətin yox. Bəli. Niyə? Çünki qətdən ayrıla bilir. Uşaq mənə deyəndə bu şeyi görmürəm o işi. Bəli. Yaxşı, sual veririk. Mövla kimdir? Mən yəcib taat. Mən yecibu taatuhu. Bəli. Yaxşı, hüccət nə deməkdir? Yecibu taatuhu. Filan şey hüccət yəni yecibu taat. Bəli. Filan şey hüccət yəni nə? Yəni dur o işi gör. Bəli. Onda belə olur. Mövlanı götürsək və hüccəti götürsək, hər kəsin yerinə tərifi qoysuq. Mövlanı yerinə qoysuq, mən yecibu taatuhu. Hüccətdə nə olur? Yecibu taatuhu. Mən yecibu taatuhu, yecibu taatuhu. Onda oldu hüccətul qətin mənası nə oldu? Hüccətul qət, yəni mən yecibu taatuhu, yecibu taatuhu. Bəli. Təkrar olur, təkrar da batıldır burada. Bəli. Yaxşı. Biz onda deməli onda hətta Mövlanın belə təklifinin Hüccət yoxdur. yox, hüccəti var, işimiz yoxdur. Onun zatı xüsusiyyət deyilmiş. Bəs nəyin xüsusiyyəti imiş, nəyin zatı xüsusiyyəti imiş? Şəhid deyir ki, hücciyyə inkişafın xüsusiyyətidir. Əgər o inkişaf qət'i dərəcədə olarsa, onda idanəsi də nə olur? Müxalifət eləyəndə idanəsi də çox yuxarı olur. Bəli. Bir dəfə yəqin bilirəm ki, Allah məndən sübh namazı istəyir. Sübh namazını qılmasam, məsələn fərzəndə 1000 il cəhənnəmdə yanacam. Bəli. Aydın oldu. Bir dəfə də var, məsələn deyir, zənn eləyirəm. Görəsən, məsələn, Mövla məndən gecə namazı istəyib, istəməyib. Bəli. Müxalifət eləyirəm, həqiqətdə gəlib çıxır ki, istəyirmiş, amma zənni varmış. Bu da 1000 il yox, 500 il yandırar. Bəli. Bir dəfə ehtimal edirəm, görəsən, məsələn fərzəndə bayram namazı nədir? Ehtimal edirəm ki, vacib ola, qılmıram. Bu da məsələn 100 il yandırar. Xülasə, idanə kəşfin dərəcəsi ilə düz mütənasibdir. Bəli. Yəni hər nə qədər kəşfin dərəcəsi yuxarı olursa, Mövlanın iqabı, idanəsi də nə olacaq? Bir o qədər şiddətli olacaq. Ya zəiflədəcək, zəifləyəcək. Deməli, şəhidin nəzəriyyəsinə görə hücciyyə qət'ün zatı xüsusiyyəti deyil. Nəyin xüsusiyyətidir? Kəşfin. Mövlanın təklifinin kəşfinin. Deməli, onda kəşfə bağlıdır. Kəşf yuxarı olduğundan hücciyyətdə yuxarı olur, aşağı düşün, aşağı olur. Deməli, onda hücciyyət ilə kəşfin arasında bir mülazimə var. Bəli. Mülazimə, hətta Mövlanın da təklifi yox. Mövlanın təklifi əgər kəşf olunubsa, kəşf olunmuş, Mövlanın kəşf olunmuş təklifləri arasında bir hücciyyət vardır. Və həmən hücciyyətin dərəcəsi, kəşfin dərəcəsi ilə düz mütənasib. Çoxaldıqca çoxalır, azaldıqca azalır. Amma ikinci iddia, görəsən, hücciyyəti qətidən ayırmaq olur, deyir ki, onu düz deyirlər. Xülasə, məşhurun deyir, birinci nəzəriyyəsini mən qəbul etmirəm. Onlar nə deyirlər? Deyirlər ki, hücciyyə qət'ün zatı xüsusiyyətidir. Mən deyirəm ki, qət'ün yox, Mövlanın kəşf olunmuş təklifinin. Bəli. Aydın oldu? Bəli. Zeyl. İkinci iddiaları nə idi? Deyirlər ki, hücciyyəti qətdən ayırmaq olmaz, qəti hücciyyətin ayırmaq olmaz, oranı qəbul edirəm. Birinci iddialarını qəbul etməsəm də, ikinci iddialarını qəbul edirəm ki, qətlə hücciyyət bir-birindən ayrılan şey deyil. Aydın oldu? Bəli. Təbii ki, söhbət Mövlanın təklifi olan qətdən gedir. Hələ ora qədər oxuyaq, ondan sonra görək başımıza nə gəlir. وفي هذا المجال يقال عادة إن الحجية لازم ذاتي للقطع. Belə olan halda belə deyirlər. Deyilir ki, həqiqətən hücciyyə qət'in lazım-ı zatisidir, yəni onun ayrılmazdır. Axı bəzi mülazimlər vardı, ərəzi idi, bəziləri zatidir. Bu zati lazımdır, onun ayrılmaz deyirsən. Kəma ennəl hərarə lazım-ı zatiyyun lin-nar. Necə ki, istilik onun nə idi? Zatı lazımdır, onun ayrılır. Fəl-qət'u bi-zatihi yəstəzmül hücciyyə və münəcciziyyə. Qət öz-özlüyündən nə tələb eləyir? Hücciyyə və münəcciziyyə tələb eləyir. Və li-əcli zəlikə la yumkinən tulğa hücciyyətu və münəcciziyətuhu fi halı minəl əhval. Belə olan halda, heç zaman, heç bir halda qət'in hücciyyəti və münəcciziyəsi ləğv olunmur. Bəli. Hətta min qibəlil Mövla nəfsi. Hətta Mövlan öz tərəfindən də ləğv olunmur. Liyənnə lazım şey la yumkinən yənfəkkənhu. Çünki şeyin lazıməsindən ayırmaq olmaz. Duzun şorluğundan ayırmaq olar. Şorluğu deyəsə duz qalmaz şorluq. Deyir ki, hətta və innəməl mümkin lil Mövla ən yuziləl qat'anil qatib. Bəli, Mövla əgər o qət'inə əməl etməsin, qət'i aradan aparır. Ta ki, mən qət'ə çatmışdım ki, məsələn fərzəmdir, qət'ə çatmışdım ki, pulsuz balıqlar haramdır. Bir şey ki, buna qət'ə çatmışıq, düzdür. İndi İmam Zaman əleyhissalam gəlib əyərsə, bizə demək istəyir ki, yox,
sizə hökm səhv çatır. Pulsuz balığı da yemək olar məsələn. Bəli. Biz bu cür qətl hal-hazırda. Şiə olaraq deyir ki, pulsuz balıq haramdır. Bəli. İndi imam gəlib mənə deyə bilməz ki, pulsuz balıq qətün ki vardır, sənin pulsuz balıq haramdır. Düz deyirsən qətün. Amma nədir? Get pulsuz balığı ye. Onu eləyə bilməz. Nə etməlidir? Qət aradan. Əgər qət aradan, desin ki, hədisdə səhv çatıb. Ta ki, Zürarənin məsələn səhiyyəsi idi, Zürarə səhv eşitmişdi onda. Əvvəl gərək o qəti aradan aparır, sonra desin ki, hə, indi pulsuz balıq halaldır sənə. Bəli. Aydın oldu? Aydın. Mövlalıq ilə belə qəti saxladığı halda onun hüccətini ondan ala bilməz. Əgər istəyirsə alsın, geç qəti aradan aparsın ki, hüccətini ondan bir də getsin. Məlum oldu? Bəli, ustad. Ən yuziləl qat'anil qati fəyuxricu ən koni qati'an. Və həmin o qati'ni qati'lidən düşürdür. Bədələn ən yufəkkikə beynəl qat'i vəl hüccə. Amma bunun əvəzində ki, qət ilə hüccənin arasını ayırsın. Onu mümkün deyil. Deyir ki, qət ilə hüccətin arasını ayırmaq əvəzində ki, mümkün deyil. Əvəzində nə iş görür? Qatinin qətin əlindən alır. Deyir ki, o qətə çatdığı şey səhvdir. Səhv qətə çatıb. O hədisənə düz çatmayıb. O ayə sənə düz çatmayıb. Və yətələxxəs hadəl kəlam fi qadiyyəti. Deyir ki, burada iki dənə iddia vardı, iki qəziyyə vardı. Birincisi, ennel hüccə vəl münəccəz sabitun lil qat' li'ənnaha min ləvazimihi. Birinci iddia budur ki, hüccəyə və münəcciziyyə qət üçün sabit, çünki onun ləvazimindən. Bəli. İkincisi, ennəha yəstəhilu ən tənfəkkə anhu. İkinci iddia da budur ki, müstəhildir ki, hüccət qətdən ayrılsın. Li'ənnəl lazım la yənfəkkə anil məzum. Çünki lazımdır, məzum bir-birinə ayrılmazlar. Məşhur bir iki iddia nə eləyib? Yaxşı şəhid, razısan, razı deyilsən, birinci iddialarla razı deyiləm, ikincisi ilə razıyam. Əmməl qadiyyəl ula fəyumkin ən nətəsaələ bişəniha. Deyir ki, amma birinci qəziyyə ki, iddia eləyiblər. Hüccət qətün zatındandır. Haqqımız var, onun barəsində sual verək. Əyyü qət'in hazəlləti təkunul münəccizə min ləvazimihi. Hansı qətdir ki, hücciyyə münəccizə onun ləvazimindən olur? Həl huvəl qət bi təklifil mevla əvəl qət bi təklifi əyyi amirin. Mövlanın təklifindən danışırız ya, hər hansı əmr eləyənin. Hətta uşaq da olsa belə. Uşaq da eləyən üçün məsələn deyil, marojna, dondurma al. Vacib olur mənə. Bir dənə atam desə. Niyə? Hə. Deməli onda dondurma hər ikisi eyni sözdür. Bir dəfə uşağım mənə deyib dondurma, bir dəfə atam deyib mənə dondurma al. Cümlə eynidir. Birində hüccə hasıl olur, birində hüccə hasıl olmur. Niyə? Hə, demək biri mövlamış, əmr etmək haqqı varmış, birisi o haqqı yox imiş. Və minəl vazih ennəl cavab həl huvəl əvvəl, yəni birincisi. Yəni nədir? Mövladan sadir olarsa. Lənnə qeyril mövla izah əmrə la yəkunu təklifu münəccizən. Əgər mövladan başqa bir şəxs insana əmr eləyərsə, onun təklifi münəcciz olmaz. Ələl mə'mun, əmr olunana. Və ləv qatabihi, hətta lab qətə çatsa da belə. Fəl-münəcciziyyə izən tabiətun lil-qat bi təklifil mövlə. Deməli, onda münəcciziyyə tabidir nəyə? Mövladan sadir olan təklifə qət hasil olarsa, mövla bir təklif qoyarsa boynumuza və o təklifə qət hasil eləyəriksə, onda o münəcciz olur. Fənəhnu izən nəftəridu əvvələn ennəl amirə mövla. Deməli, onda əvvəlcədən ilk mərhələdə təsəvvür eləyirik ki, əmr eləyən mövladır. Thumma nəftəridil qət'ə bi suduri təklif minhu. Sonra ondan sadir olan təklifə qət'imizi təsəvvür eləyirik, fərz eləyirik. Və huna nətəsail min cədid. Burada təzən bir sual veririk. Ma mənəl mövla. Yaxşı. Bildik ki, hər qət hüccət deyil. Mövlanın təklifinə olan qət hüccətdir. Yaxşı. Mövla kimdir? Bəl cavab ennəl mövlə huvə mən ləhu haqqut ta'a. Aydın oldu. Mövla adamı ki, onun itaat haqqı vardır. Boynumuzda haqqı var ki, ona itaat eləyək. Əy mən yəhkumul əql bi vücubi imtisalihi və istihqaq liqab əla müxalifətihi. Yəni, o şəxs ki, əqlimiz hökm eləyir bi vücubi imtisalihi, əmrin yerinə yetirməyimiz vacib olan şəxs və istihqaq liqab əla müxalifətihi. O şəxs ki, əgər ona qarşı çıxsa, müxalifət olsaq, cəzalanmağa haqq edirik. Haqlı olur ki, bizi cəzalandırsın. O adamı deyilə mövla. Elə deyilə deyil. Mövla o şəxsdir ki, onun sözünü yerinə yetirməlisən və ona qarşı gəldikdə cəzalanmağa haqq edirsən ki, səni cəzalandıra bilər. Və həzə yəni ennəl hücciyyə mənası bu oldu ki, əlləti muhəssəluha onun yəni, xülasəsi budur ki, kəma təqəddəm hükmül əql bi vücubil imtisal və istihqaqil qabələl müxalifə. Yaxşı, münəccizən də əvvəldən nə demişdik? Münəcciz odur ki, imtisal eləməlisən, imtisalın vacibliyi və müxalifət baş verdiyi halda iqaba haqq etmək, cəzalanmağı haqq etmək. Hansı ki, bu müətəzədən bunu bilirdi qabanı. Qad iftəradnaha musbəqən.
ki, bunu biz fərz eləmişdik əvvəlcədən. Bir mücərrəd iftirad ənəl amirə mövla. Bir mücərrəd təsəvvür edir ki, mövladırsa, Bəli usta. təsəvvür edir ki, mövladır. Dərhal zehnimizə bu gəlir ki, bu mövladırsa, o şəxsdir ki, əmrin yerinə yetirməliyəm. Əgər müxalifət etdimsə, məni cəzalandırmaq haqqı var onun. Bəli. Mövla deməkdir. Mövla nə deməkdir? Sən filan kəs ağadır deyəndə nə başa düşür ondan? Azərbaycanda nə usul oxumuşsun, nə fiqh oxumuşsun, heç nə bilmirik. Filan kəs mənim ağamdır. Yəni nə əmr eləmək haqqı var, mən də itaat eləməliyəm. İtaat eləməliyəm olanda mən qulağımı vura bilər, cəzalandıra bilər. Elə də elə deyil. Bəli usta. Artıq bu vicdani bir şeydir. Balaca uşaqdan da soruşsun, ağlı kəsən 5-6 yaşında yuxarı ki, ağa deyəndə nə başa düşürsən? Həmin şey. İndi mümkündür, elmi ibarə qura bilməyəcək. Dərhal deyəcək ki, o nə desə eləməliyəm. İndi sonra soruşsaq ki, eləməsin, onu cəzalandırsa, haqqı var cəzalandırmaq. Artıq da müsbəqən bu zehnimizdədir. Burada bir problemimiz yox. Bəli. Müneccizə nə deməkdir? Müneccizə müəzzirə, həmən şeydir. Bəli. Yəni nədir? Vəzifə yerinə yetirilməlidir, yerinə yetirilməyəndə cəzalandırmaq haqqı vardır. Bəli. Qad iftaradnaha musbaqan bi mücərrəd iftirad ənəl amirə mövla. Biz də höccəni təsəvvür eləmişik, fərz eləmişik musbaqan. Mücərrəd harda mövla varsa, o da höccədə var. Fəhiyyə, yəni fəl-höcciyyə izən min şuni kavnil amirə mövla. Deməli onda nəyin şunundanmış, nəyin asıllığındaymış? Amirin mövla olmağının asılı. Yəni hər yerdəki mövla, amir mövladırsa, onda onun sözündə höccət yaranır. Və mustabtanatun fi nəfsi iftiradil mövləviyyə. Və höcciyyət öz içində istibtan eləyib ki, nədir? Mövlalığı. Elə höcciyyət sözünü eşidən ki, mövlalığı sözündən gəlir. Filan şey höccətdir. Filan əmr mən itaat eləməliyəm. Mən filan əmrə itaat eləməliyəm. Dərhal yox, hökumətdən sadır, ya Allahdan, ya Peyğəmbərdən. Zehnimizə gəlməz ki, mən özümdən aşağı bunu etməliyəm. Aydın oldu? Bəli, sağ. Etməliyəm sözü deyən kimi zehnimizə nə gəlir? Kimsə böyümüş. O şəxsdən itaat edir. Ona görə ki, və mustabtanətun, yəni höccə özü istibtan, yəni qarnında, bətnində bu mənanı saxlayır. Batinində bu mənanı daşıyır ki, fi nəfsi iftiradil mövləviyyə. Orada bir mövlalıq fərz olunur. Bəli. Fəhinəmə nəqul İnnəl qətə bi təklifil mövlə hüccətun. Mövlanın təklifinə qət hüccətdir. Əy, yəcibu imtisalu əqlən. Yəni, ağlımız hökm eləyir ki, vacibdir ona imtisal eləyək. Kəənnənən qulna. Elə bil belə dedik. İnnəl qətə, əgər mövlanı götürsük, yerinə tək tərifin qoysuq. İnnəl qətə bi təklifi mən yəcibu imtisaluhu. Mən yəcibu imtisaluhu mövla deməkdir. Nə oldu? Mövla sözünün tərifidir. İnnəl qətə bi təklifi mən yəcibu imtisaluhu. Yəcibu imtisaluhu. İkinci yəcibu imtisaluhu nədir? Yəni höcciyyə. Höcciyyə müneccizə nə deməkdir? Yəcibu imtisaluhu. Ay, sağ ol. Mövla kimdir? Mən yəcibu imtisalu əmrihi. İnnəl qətə bi təklifi mən yəcibu imtisaluhu. Yəcibu imtisaluhu. Və hada təkrarun limə huvəl müftərad. Onda deyək ki, gəldiyi nəticə etibarindən təkrar aldıq. Hər hansı bir şey əgər tərif olunarsa özü ilə, o tərif batil tərifdir. Bunda söz, ta ki, məsələn, fərzən belə deyək. Deyirəm ki, sən məndən soruşsan ki, qapı nədir? Deyirəm ki, evin giriş yerinə deyilən qapı məsələn. Düzdür. Bu da başa düşünür, oradan ki, girirlər. İndi birdən, məsələn, fərzən, sən məndən ki, qapı nədir? Deyir ki, qapıdır da. Sənə bir şey fayda verir. Heç bir fayda yoxdur ki. Gəliş dedi ki, müərrif nə olsun? Əcla olsun. Əxfa ilə ya bərabərlə tərif olmaz ki. İndi deyirsən ki, məndən soruşuram ki, ma huvəl hücciyyə? Aydın oldu. Deyirsən, yəcibu imtisaluhu. Deyirəm, ma huvəl mövla? Deyirsən, yəcibu təklifi, mən yəcibu imtisal təkalifi. Düzdür. Necət bəlkəsən yerinə qoyanda təkrar alındı. Yeni bir şey çıxmadı ortaya. Deməli, indiki höcciyyəti gətirib yəcibu imtisaluhu ilə qoyanda, mövlanı gətirib mən yəcibu imtisalı əmri ilə bir yerə qoyanda görə təkrar alındı. Deməli, başqa bir şey gəzməliyik. Onda bu, bunun ləvazimi ola bilməz. Bəs nəyin ləvazimi ola bilər? Şeydir, biraz da araşdıranda görür ki, təkalif əgər münkəşəfdirsə, onda höcciyyə gəlir. Deməli, onda Mövlanın mövləviyyətinin nəyimi deyilmiş, laziməsi deyilmiş. Bəlkə təkalifin inkişafının laziməsiymiş. Yəni, hər yerdə Mövlanın təklifi inkişaf eləyirsə, açılırsa, görünürsə, onda höcciyyə gəlir. Deməli, hətta Mövlanın öz təklifinin belə laziməsi deyilmiş. Fərzən, Mövlam içində bir şey saxlayıb. Mənə də deməyibdir. Höcciyyə baş verə bilər.
Və var axı içində. Və yaxud deyib mənə çatmayıb xəbər. Höccəyə baş verir. Mənə kəşf olmadığı üçün. Əhsən. Şəhid istəyir ki, operasiya edir də, əməliyyat edir ki, için çıxarsın ki, göstərsin bizə ki, nəyin laziməsi imiş. Əgərsə Mövlam içində saxlar mənə deməyib. Və yaxud deyib mənə çatmayıbsa. Amma təklif var. Ya içində ya da çöldə mənə çatmayıb. Düzdür? Höccəyə baş vermir ki. Deməli, höccə başqa bir şey nəymiş? Ləvazimmiş. Ondan ayrılmazmış. Nəymiş o? İnkişaf, kəşf olunma, bilinmək. Bilinməyin laziməsiymiş. Deməli, mütləq, nə mütləq höccət mütləq qət'a nədir? Lazım deyil. Xüsusi olaraq Mövlanın təkliflərinə, nə də ki, Mövlanın təkliflərinə necə gəldi yox. Kəşf olunmuş təkliflərinə. Onda haqqımız var deyə ki, höcciyyət Mövlanın kəşf olunmuş təkliflərinin laziməsidir. Aydın oldu? Onda tək qətə aid olmayacaq. Qətdə də höcciyyət yarana bilər, zəndə də höcciyyət yarana bilər, ehtimalda da höcciyyət yarana bilər. Təkliflər ki, kəşf olunmuş. Sən kəşf olundusa qutar. Demək, kaşifiyyəsinin laziməsiymiş. Kəşf olundusa, onu da lazimə gətirir. Və bu kaşifiyyədə dərəcə olduğu üçün höccədə dərəcə olacaq. Təbii şəhidin nəzəriyyəsində. Ola qəbulləmirlər, məşhur qəbulləmək istəmir o nəzəriyyəni. Fikrimi ifadə elə bildim, başa düşdün ya yox? Bəli, usta. Hə. كأننا قلنا إلى بالبجر dedi إن القطع بتكليف من يجب امتثاله ve hada tekrarun lima huvel muftara bu tekrar geldik farz edilmiş tekrar aldık. Fela bu den ahuda nefsi hakkı tabel munecciziyel muftarada onda böyle olan halda ki şu Mevlan itaat hakkı ve munecciziyel muftarada farz edilmiş o munecciziyeni fi nefsi kovnil amiri Mevlan kabul ediyor ki Mevla amir olan zaman bu şey baş verir. لِنَرَى مَدَى مَا لِلْمَوْلَى مِنْ حَقِّ الطَّاعَةِ عَلَى الْمَأْمُورِ. Şunda gəlin baxa görək, Mövlanın əmr etdiyi şəxslər boynunda nə qədər haqqı var? Nə boyda? Haqqı taat. Demək onda deməli onda münecciziyyə və muaddiyə, yəni höcciyyə Mövlanın mövlalıq haqqının laziməsidir. Görə o haqq nə boydadır? Çox darısqal bir dairədədir, ancaq qəti şeylər tutur və biraz genişli zənnini görür, lap genişli hamısına şamil olur. O Mövlanın haqqı tası nə boydadır? Genişliyinə həddədir. Və həllə haqqı tafi kulli ma yəqtabihi min təkalifihi. Deyir ki, görəsən onun Mövlanın itaət haqqı bütün o təkliflərə yönəlib ki, ancaq qətə çatıb, əvsə' min zəlikə, yaxud bundan daha genişdir. Yəni, yuftərədə haqqı tafi kulli ma yənkəşif lədəhi min təkalifihi. Yaxud da ki, daha genişdir, hətta digər kəşf olunmuş təkliflərlə də aiddir. Vələv bizdən, əvvəl ehtimal, aydın oldu, hətta zənnlə də olsa kəşf olunma ehtimal olsa. Əv adyaq min zəlikə biyən yuftərədə haqqı tafi bə'zi ma yuqtabi min təkalif xassə. Yaxud da ki, biraz darısqallaşır, deyir ki, hətta qətlərin hamısı bir hissəsinə şamildir. Məsələn, əxbarlar nə deyirlər? Əxbarlar deyirlər ki, Mövlanın təklifinə qət eləyəsən, bu şərtindən ki, əqli yoldan olmasın. Onu işarə edir, işarət əxbarların sözünə. Əxbarlar hətta qətin də hamısını höccət bilmirdilər. Deyirlər ki, Mövladan sadir olan təkliflər qəti olsa höccət, bu şərtindən ki, əqli yolu ilə olmasın. Quran və hədisdən olsun. Məlum oldu. Yəni, şəhid elə 3 dənə ehtimal edir. Birinci ehtimalı budur ki, mütləq şəkildə qətl, fikir məndədir. Birinci ehtimal. Mütləq şəkildə qətlindən hasıl olsa, yəni zənn və ehtimal yer yoxdur orada. İkinci daha geniş. Zənn, ehtimal və həm də hamısının içində daxillər. Üçüncü lap darısqal. Qətl ilə özdə bəzi qətlərin hamısına qət yox. Yəni əxbarların dilindən desək, o qətl ki, nəsdən sadir olub, əqildən sadir olmayıb. Hansı da ölçüyə. Və hakəza yəbdu ennəl bəhsə fi həqiqətihi. Beləcə deyir bizim üçün aşkar olur ki, yəzhəru, yəni yəbdu, yəni yəzhəru. Ennəl bəhsə fi həqiqətihi, əslində həqiqətdə bəhs nəyin üzərində qurulub? Bəhsdən hüdudi məvləviyyətil məvlə. Onda ki, Mövlanı axtarırıq ki, Mövlanın mövlalığı, ağalığı nə boyda dairədədir? Ağanın ağalıq dairəsi hara qədərdir? Və mə nu'minu bihi ləhu musbəqə min haqqı ta'a. Əvvəlcədən itaat haqqını nə geniş, nə böyüklükdə təsəvvür edəm ki, nə qədər dairədə iman gətirmiş ona. Fəaləl-əvvə təkunul müneccət sabitən fi halətil qət xassətən. Əgər də birinci ehtimalı qəbul eləsə ki, Mövlanın haqqı ancaq qəti şeylərdədir, onda nə olacaq? Müneccə ancaq qətli sabit olacaq. Və alə-thani təkunu sabitən fi kulli halətil qətli və zənni və ehtimal. İkinci halətdə qəbul eləsə ki, onda bütün halətlərə, bütün inkişafa sabit olacaq.
Və aləs-salis təkunu sabitan fi ba'd halatil qat. Üçüncüsü ehtimalı qəbul edilsə, onda əxbarlar kimi qət'ün də bir hissəsinə hamısına şamil olmayacaq. Vəllezî nudriku bi'uqulina. Hə, şəhid indi burada demək istəyir məşhurun sözünün qabağında. Deyir, mənim burada elmi burhanım yoxdursa sübut eləməyə. Amma ağlım bunu dərk edir. Hələqə əsasında vicdanla bunu dərk edə bilirəm ki, Mövlanın Allahlıq haqqı, Mövlanın Mövlalıq haqqı o qədər böyüdür ki, adi Mövlalarla müqayisə olunmaz. O ehtimala da şamildir, zənnə də şamildir, şəkkə də şamildir, itmina da şamildir, qətə də şamildir. Hər yerdə ki, inkişaf varsa, təbii ki, olan işqallər dedir ki, siz adi Mövlaları Allah ilə müqayisə eləmiyor. Adi Mövlaları müqayisə eləyirsiniz Allahla, onu tətbiq eləyirsiniz, qalib ona tətbiq eləyirsiniz. Amma birdən təsəvvür edirəm ki, mən elə bir varlıqdan danışıram ki, mənim çəkdiyim hər bir nəfəsdə ondan asılıyam. Elə belə ata kimi döyəcək, sözünə baxmıram, çıxıb bir öz həyatımı yaşayıram. Ata ilə tutaq ki, məsələn fərzəndə, sözüm çəp gəldi, çıxım getmə öz həyatımı yaşadım. Fərz elə ki, cənnət cənnət yox. Nə olacaq ki mənə? Müslüm, o öz həyatını yaşayım, o qədər insanın atasından küsüb gedib, müdüründən ayrılıb gedib, nə bilim, komandirlə küsüb gedib, ölüblər, qutarıblar, yox. O qaçdı getdi, öz həyatını yaşayır. Elə də elə deyil. Biz deyik ki, atadan, müdürdən, komandirdən danışmırıq ki, biz Allahdan danışırıq ki, göz qırpım belə ondan qırıla bilmərik. Bütün aləm imkanımız onun feyzinin hesabına dayanır. Biz ləhzə bələhzə elə bir ki, necə o cihazları elektrik buraxılan kimi, o elektrik Allahın elə bir ki, o enerjisi də bu aləmi saxlayır. Nə tərzanı özü bilir, nə tərz saxlayır. Belə bir Mövladan danışırıq. Nəinki sizin başa düşdüyünüz Mövlalardan, şəhidin nəzərində. Bu cür təsəvvür ediləndən sonra Allahı artıq hər bir belə deyək də, ürək döyüntümüzdən, gözümüzün baxmağından, qan damarımızın axmağından, yediyimizdən, içdiyimizdən ləhzə bələhzə hamısına dəxaləti var bu Allahın. İndi onun barəsində deyəm ki, mənim geçim aşağıdan geçimin üstündən keyfim nə istəyir onu eləyərəm. Deyir, yox, mənim ağlım belə düşünmür. Siz düşünürüz, özünüz bilərsiniz. Mənim vicdanım mənə deyir ki, indi ki o sənin Allahındısa, Xaliqindirsə və ləhzə bələhzə, an ba an səni daimən yedirdirsə, içirdirsə, həyatı sənə bəxş edirsə, ləhzə bələhzə, onda onun təklifi barəsində ehtiyat eləməlisən. Qət'ə çatar nə gözəl, qət'ə də çatmasan, nə qədər özü icazə verməyibsə, hər bir şey ki onun barəsində ehtimal edir ki, məndən filan şeysə, onu yerinə yetir. Tabi özü deyək ki, onu istəmirəm səndən. Deyir, mənim ağlım bu cür düşünür, müsbəqən. Mən belə düşünürəm, özündən düşünərsiniz. Hə, yəni şəhid demək istəyir ki, mənim burada burhanım olmasa, dəlilin vicdanıdır. Bəzi dəlillər iqnai, bəzi iqtinai. Burhan iqnai dəlildir. Mümkün özüm qani deyirəm, amma səni dili dayandırıram. Elə bir dili kəsdən danışa bilmirsən. Burhan onu deyirlər də. Elə bir dəlil gətirirəm ki, da qabağında danışa bilmirsən. Mümkündür qani deyilsən, amma danışa da bilmirsən. Səni ilzam eləyirəm ki, sükuta, qəbul eləməyə. Ona deyirlər burhan. Ona iqnai deyirlər. Dəlilun iqnai, yəni qarşı tərəfi iqna elətdirir. Bir dəfə də dəlilimiz iqtinai olur. Özüm qaniyəm, amma mümkündür səni gücün çatmır qani elətdirməyə. Məsələn deyim, misal, fərzən. Bir nəfər gördü ki, bir nəfər oğurluq eləyəndə gözü ilə gördü. Gedir, deyir, qazi onu qəbul eləmir sözünü. Qazının qəbul etməmək o deməli ki, o sözü fikirlə daşınacaq, gözünü görür, nə ilə daşınsın? Çünki dəlili burada nə idi onun? İqtinai özü qani olmuşdu, mənim malımı filan kəs oğurlayıb. Amma sübut eləyə bilmədi. Sübut eləyə bilmədi, içindən fikir getdə filan kəs oğurlamayıb. Yox, gözünə gör bax onu, amma sübut eləyə bilmədi. İndi birdən həmin vaxt çəkişləri videosunu aparsaydı, onda da iqnai olacaqdı. Yox, mən yalan deyirəm, bu videosu, bu oğur verməsəm. Məlum oldu. Xülasə, şəhid burada demək istəyir ki, mənim bu dəlilim iqtinaidir, iqnai deyil. Mən qani olmuşam, amma siz qani eləyə bilmərəm. Vicdanı bir şeydir. Mənim ağlım belə kəsir. Bəli. Vəllezî nudrikuhu bi'uqulina enne Mevlana subhanahu ve taala lehu haqqut tafi kulli ma yenkeşif lana. O şey ki ağlımız dərk edir, Mevla subhanahu ve taala söhbət Allahdan gedir. Lehu haqqut taun haqqut taası vardı boynumuzda. Nəyin barəsində? Fi kulli ma yenkeşif lana min tekalifihi. Onun təkliflərindən hər şey ki bizim üçün kəşf olunur. Bil qat, istər qətl olsun, əv bil zənnən olsun, əv bil ehtimal olsun. Amma şərti vardı. Maləm yürəxis, huvə nəfsu fi ədəmi təhəffuz. Bu şərtlə ki, özü onu tərk eləməyə icazə vermiş olsun bu ehtiyatı. Özü icazə verirsə də öz işidir. Amma icazə verməsə ya biz ehtiyat eləyək. Maləm yürəxis, nə qədər ki, özü tərxis eləmə icazə verməyib.
fi ədəmi təhaffuz və ədəmi ehtiyat. Ehtiyat etməməyə icazə verməyəcəyi təqdirdə o ehtiyat yerindədir. Və hada yəni ennel münecciziyyə leysət sabitən lil qatb bima huwa qatb. Belə olan halda onda münecciziyyə qət üçün qət olduğuna görə sabit deyil. Bəl huwa bima huwa inkişafun. İnkişaf olduğu üçün, bilindiyi üçün hüccətdir. Və enne kullə inkişafin müneccizun. Hər deməli onda hər bir inkişaf özü nə olacaq? Münəcciz olacaq. Məhma kanət dərəcətu, dərəcəsi nə olur olsun. Maləm yuhrazu tərxisu şari nəfsihi, nə qədər ki şarin öz tərxisi sadir olmayıbsa, fi ədəmil ehtimam bihi, ona əhmiyyət verməmək barəsində tərxis sadir olmayıbsa, hüccətdir. Nəam kulləmə kanəl inkişaf bi dərəcətin əkbər, kanət lidanə və qubhul müxalifə əşəd. Hər nə qədər deyir ki, inkişafın dərəcəsi yuxarı olarsa, onun cəzalandırma dərəcəsi də müxalifət elədiyin təqdirdə cəzalanacağı dərəcəsi də bir o qədər qəbih olur və şiddətlə olur. Fəl-qat'u bit-təklif yəstətbiyu la məhalətən mərtəbətən əşəd minət-tənəccüzü vəl-idanə. Bir təklifə qət eləmək, yəni yəqin bilmək, yəstətbiyu ardıca nə gətirir? La məhalə, heç bir mühallığı yoxdur, heç bir problem yoxdur ki, öz ardıca nə gətirir? Mərtəbətən əşəd minət-tənəccüzü vəl-idanə. Tənəccüz, yəni münəcciziyənin və cəzalanmanın ən şiddətli dərəcəsi öz dalıcan gətirir. Yəni mən yəqin bildim, əməllədimsə 100%lik cəza gözləyir məni. Li'annəhul mərtəbəl ulya minəl inkişaf. Çünki inkişafın ən yuxarı dərəcəsi yəqindir, qətidir. Və əmməl qadiyyə thaniyə. Keçir ikinci qəziyyəyə. İkinci iddiaları nə idi? Görəsən münəcciziyəni qətidən ayırmaq olar ya olmaz. Deyirəm, onu düz deyirlər, onu ayırmaq olmaz. Və hiyə ənnəl münəcciziyyə la tənfək anil qatbit təklif. Təklifi olan qətdən münəccizə ayrılmaz. Və leysə bi imkan mövla nəfsihi ən yətədəxxələ bit-tərxis fi müxalifətil qatr və təcridih anil münəccizə. Hətta Mövlanın özünün belə imkanı yoxdur ki, tədaxül eləsin, dəxalət eləsin və qətin hüccətini onun əlindən alsın, münəccizəsini əlindən alsın. Hətta Mövlanın da imkan yoxdur. Fəhiyyə sahiyyətun. Bu iddia düzdür. Və dəliluha. Yaxşı. Dəlili nədir? Sual veririk. Elisə İbn. Dəlili nədir ki, hətta Mövla belə öz qəti münəccizəsini əlinə alamaz. Qətdirsə, münəcciz olaraq qalacaq. Yaxşı, şari əgər qət qaldığı halda istəyir onun münəccizini alsın, nə etməlidir? İki yoldan birini istifadə etməlidir. Ya tərxis elədi, icazə verdiyi hökm vaqi olmalıdır, ya zahir olmalıdır. Üçüncü hökmümüz yoxdur. Hökm ya zahir ya da vaqidir. Fərzimiz budur ki, mən qət halda, yəni vaqi hökmdəmdir. Yəni mən qətə satmışam ki, pulsuz balıq haramdır. Bəli. Düzdür. İndi imam gəlib öz ağzından bir başa işləyir, o da hökmü vaqi olur. Aydın oldu. Hökmü vaqi ilə hökmü vaqini dəf eləmək istəyir. Yəni, ta ki, İmam Sadiq Əleyhisselam buyurdu, fərzən hökmü qətə satmışam, məsələn. Pulsuz balıq haramdır və hökmü vaqi deyim, şübhəm zadında yoxdur. İmam Zaman Əleyhisselam gəldi ki, pulsuz balıq halaldır. Bunda bir qəziyyədə iki dənə hökm vaqi cəmləşir. Bizə deyir ki, qabaqda oxuduq ki, əhkam vaqiyələrdə təzad vardır, olamaz bir şey, həm vacib olsun. İndi deyir ki, ikinci hal, demə birinci ola bilməz, hökm vaqin olmaz. İkinci yol nədir? Zahiri hökm. Zahiri hökmünə qəti aradan aparmaq istəyir. Zahiri hökmü ona deyirlər ki, orada qəti yoxdur. Mən qətə çatdığım halda, deyir ki, hökmü zahiri qoşquya bənzir. Hökmü vaqinin dalıcan gəlir. Nə vaxt hökmü zahiri ortaya çıxır? Hökmü vaqini bilmədiyi halda. Mən hökmü vaqini bildiyim halda mən hökmü zahirini ona bilərəm. Mümkün deyil ki. Çünki hökmü zahirinin yeri o yerdir ki, hökmü vaqiyə mənim şübhəm olsun. Əgər hökmü vaqi qətin varsa, hökmü zahirini sən qəbul etmə, bu yoxdur. Üstü ilə rahat dəstəmaz ala bilən tərəfindən söhbət edə bilməz ki. Onun dalıcan gələn bir şeydir. Dəstəmazdan aciz olduğun təqdirdə təyəmmüm çıxırdı ortaya. Mən də normal dəstəmaz alıram, mən desən təyəmmüm eləməlisən. Dəqiq deyirəm, niyə bala? Nə xəsliyəm, nə zulm da var, niyə dəstəmaz almamalıyam? İnana bilirəm o təyəmmüm sözünə? Yox, inan bilməyəcəm. Mən necə qətə çatmışamsa ki, fərzən deyək, pulsuz balıq haramdır, qət halındayam. Hökmü zahiri mənə nə fayda verə bilər ki, bunu izlanmayacam axı. Mən qət halındayam. Mənə necə təsir eləyə bilər? Çünki hökmü zahiri əslən vücudu yoxdur. Hökmü zahiri o deməkdir ki, hökmü vaqi özündən əvvəlki hökmü vaqi nəyimiz vardı? Şəkkimiz var. Şəkkim yoxdur, mənim qətim var. Hökmü zahiri baş verə bilməz. Hökmü vaqi ilə qət Mövla əgər istəyə ki, münəcciziyəni qətdən ayırsın, iki yoldan başqası yoxdur. Ya vaqi yol olmalı, ya da zahir olmalı. Əgər də vaqi yolla ayırmaq istəyirəm, ictimai hükməyni mutadaddəyni fi vaqiətin vahir və muhalun.
Bəli. Ola bilməz. Nesə hökmü zahiri ilə mən eləmədiyim hada ilə muhalun limaza li'annel hukm zahiri la yetehakkaku illa inde şekki bil hukmil vaqi. Fe iza qata'na bihi la yujad hukmun zahiri. Bəli. Hatta yuaridahu ev yukhalifahu. Şöyle düşünün. Buyurun usta. وأما القضية الثانية وهي أن المنجزة لا تنفك عن القطع بالتكليف وليس بإمكان المولى نفسه أن يتدخل بالترخيص في المخالفة القطع وتجديد من المنجزية فهي صحيحة ولا دمشق ودليلها أن هذا الترخيص إما حكم واقعي أو حكم ظاهري مولا يوم الحكم واقعي النهي لما يستوي حكم ظاهر المخالفة لما يستوي والأول مستحيل لأن التكليف الواقعي مقطوع به çünkü تكليف واقعي نادر مقطوع به قطعي فإذا ثبتت أيضا إباحة واقعية أجل بأن واقعي بإباحة ثابت olsa لازم اجتماع ضدين ولا اجتماع ضدين baş verer لما تقدم من تنافي والتضاد بين الأحكام التكليفية الواقعية çünkü babadan demiştik ki ahkam tekliflerinin arasında ahkam teklif vakiyenin arasında tezad vardır. O hesap göre cemleşmezler. Ve thani mustahilun ikincisi de mustahildi. لأن الحكم الظاهر كما تقدم ما أخذ في موضوع الشك. Hükmü zahir olduğu için onun özüne şek götürür. Ve la şekke menqat olduğu halda şekkim yoktu. Şekkim yoktu hükmü zahiri gelemez ortaya. وبهذا يظهر أن القتل لا يتميز عن الظن والاحتمال في أصل المنجزية. Deməli onda gəldik bu nəticəni aldıq ki, əsl münəcciziyədə zənnlə ehtimalın qətin fərqi yox, hamısı münəccizdirlər. Təbii ki, Mövlanın təklifindən danışırıq. Mövlanın təklifi barəsində qətin zənnlə, zənnin də ehtimalda heç bir fərqi yoxdur. Hamısı nədir? Münəccizdirlər. Əsl münəcciziyədə, dərəcəsində yox, əsl münəcciziyədə eynidirlər. Və innəmə yetəməyyəz anhuma fi ədəmi imkanı təcridi ən tilkəl münəcciziyyə. Qət o bir ikisinə, yəni zənnən ehtimaldan fərqlənən cəhəti budur ki, onlardan münəccizəni almaq olur, qətidən almaq olmur. Qət ki 100%dir, ona şək qarışmayıb, aydın oldu, bütöv bir şeydir, hamısı qət edir. Münəccizəni almaq olmaz. Amma zəndəki məsələn 70-80% ya məsələn ehtimaldakı 30-40%dir, başqa ehtimallar da qarşı, başqa ehtimalları nəsə doldurmaq olur. Qətdə isə almaq olmaz. Deməli, əsl münəcciziyədə qət ehtimallə zənnlə fərqlənmir, amma münəccizən alınmağın da fərqli. Qətdən almaq mümkün deyil, o birlərdən almaq olar. Məsələn, mən bir hədis eşitmişdim, İmam Gedib hədis səhvdir, rahat da qəbul edir. Çünki orada mənim qətim yoxdur. Bu zənni götür, yerinə başqa zən qoyur, yəni başqa bir qət qoyur. Ya zən gətirir, yerinə ya da qət gətirir, götür onu aradan aparır. Demək, onda münəccizəni almaq rahat olur orada. وإنما يتميز عنهما يعني عن الظن والاحتمال يتميز فاعل nədir? Qət. وإنما يتميز القطع عنهما يعني عن الاحتمال والظن في عدم إمكان تجديد عن تلك المنجزية. Çünki qətdə həmən münəccizəni təcrid eləmək, ayırmaq mümkün deyil. لأن الترخيص في مورده مستحيل كما عرفت. Çünki onun mouridində, qət'in mouridində tərxis müstəhildir. Və leysə kəzəlikən və leysə müstəhilən fi haləti zənni və ihtimal. Amma zənn və ihtimalda müstəhil deyil. Şari rahatsa onu yerini götürüb yerinə başqası qoya bilir. Fə innə tərxisə zahiri fiyhə mümkünün. Çünki deyil, onların yerinə, yəni zənnin və ehtimalın mouridində zahiri tərxis mümkündür. Liyənnəhu la yetətəlləb əksər min fərdi şək. Çünki tərxis ən çox istədiyi nədir? Şək olsun. Onlar hər şeydən var. Və şəkki mövcudun. Hər şeydə şək vardır. Zəndə tutaq ki, 20% şəkkin var. Ehtimalda da məsələn 70% şəkkin var. İndi şək varsa, şək olan yerdə nə ola bilər? Hökm-i zahir yarana bilər. Hökm-i zahir yanan həll eləyib, qutarı gedir o tərəfə. Bilmirəm, fikrim çatır rahat, başa düşürsə. Və min huna səhhə ən yuqal. Haqqımız var ki, bunda səhih olar ki, belə deyək. İnnə münəccizətil qat qeyri mualləqə. Qət'ün münəcciziyəsi nədənsə asılı deyil. Bəl sabitətun aləl-itlaq. Bəlkə mütləq şəkildə sabitdir. Bütün hallarda. Və innə münəccizəti qeyrihi minəl-zanni vəl-ihtimal mualləqətun. Amma yerdə qalanlarda, zəndə və ihtimalda isə o münəccizə nədir? Asılıdır. Li'ənnəha məşrutun. Nədən asılıdır? Li'ənnəha məşrutətun. Yəni asıllığı bundandır ki, bi'ədəm ihrazət tərxisi zahiri fi tərkib təhəffuz. Asılıdır bu şərtdən ki, ədəm ihrazı tərxisi zahiri. Zahiri bir tərxisi ihraz eləməyək. Nəyin barəsində? Fi tərkib təhəffuz. Təhəffuz yəni ehtiyat. Ehtiyatın tərkib barəsində, ehtiyat etməyin tərkib barəsində zahiri bir tərxisi ihraz etməmiş olar. Yəni, zənn və ehtimalın barəsində şərtlənir ki, Mövladan tərxis sadir olmamış olsun. Əgər Mövladan bu
zənn və ehtimal tərk eləmək barəsində tərxisi yoxdursa höccətdir, vardırsa höccət deyil. Qətdə isə o şərt yoxdur. Bəli. Aydın oldu? Bəli. Deyil. Bu da oldu bizim münəccətimiz, münəccətul qat. İndi keçirik müəzziriyyətul qat. Dedik ki, qətin ikinci xüsusiyyəti nədir? Müəzzirdir. Müəzzir nə deməkdir? Müəzzir o deməkdir ki, əgər mükəlləf, bəndə qətə çatar ki, boyunda təklif yoxdur. Bəli. Bu təklifi olmamağın olan yəqini, qəti ona üzr verir Allah qabağında, qiyamət günündə üzün ki, Pərverdigar mən bilmədim. Və Mövla da gələk o özünü qəbul eləsin. Aydın oldu? Yaxşı, bu müəzziriyyə necə? Qətdən ayrılan şeydir, ayrılan şey deyil. Həmişə ondandır. Bu da ayrılmaz bir şeydir. Müəzziriyyə qətdən ayrılmaz, həmişə ondan birgədir. كنا نتحدث حتى الآن عن الجانب التنجيزي والتسجيل تسجيلا سجل هذه كتب مولا بندشون بوينه وشيء تشريفي ياسر منزل يعني ياسر كنا نتحدث حتى الآن عن الجانب التنجيزي تنجيز أنا دمانه مولا تشريف قوي بندشون بوينه تسجيل يعني ياسر ونسون من حجة القتل المنجزية حجة القتل داشتموز منجزية السيدة والآن نشير إلى الجانب الآخر من الحجة وهو المعذرية İkinci sözde muazziriyyədir. Ay kavunul qatl bi adami təklif muazzirən lil mükellef ala nahvin. Belə ki, qətl muazzirdir. Mövlanın təklifinin ədəmin olan qət, yəni təklifin olmamağına olan qət mükəlləf üçün muazzirdir. Ala nahvin belə ki, law kana muxtiyan fi qat'ihi. Əgər o qətlində xəta eləyibsə, lama sahhat muaqibətu ala al-muxalifə. Mövlanın onu müxalifəsinə görə cəzalandırma haqqı yoxdur. Əgər qətlə satıbsa. Məsələn, misal deyək, hal-hazırda. Biz indi qəşəng, məsələn, deyək, toyuq ətin yeyirik. Halal bilib yeyirik. Bəli. Düzdür. İndi birdən İmam Əleyhisselam gəldi dedi ki, toyuq əti haramdır, niyə yeyirik? Məsələn, böyrünə bir hədisdə qoşdu. Məyər sizə gəlib çatmamışdır ki, əddəcacətü xinziru tuyur. Toyuqların donuzu, niyə yeyirik onu? Nə deyəcək biz? Biz qətlə çalmışdır. Elə başa düşmüş ki, o rivayət zəif rivayətdir. Qət halındır ki, halal ətdir, yemişdir. Cəzalandıra bilər bizi? Cəzalandıra bilmir. Və hâzihil muəzzirə təstənlə təhqiq hüdud-i məvləviyyət-i məvlə və haqqı ta'a. Deyək, qayda bunun dairəsini bilmək üçün görə haqqı ta'a, Mövlanın itaət haqqının dairəsi. Mövlanın mövlalıq hüdudları hara qədərdir? Və zəlikə liənnə haqqə ta'həl məvluhu əlləzi tufradu ta'atuhu liənnə haqqə ta'a itaatın haqqı ki vardır. Həl məvluhu o itaat haqqının mövzusu əlləzi tufradu ta'atuhu hansı ki o itaat orada fərz olunur. Təklifül məvlə bi vücudihə fiş-şəriyyə bi qat'in nəzər ən qat'il mükəlləf bihə və şəkki fiyhə. Yaxşı. İlk sual verək. Mövlanın mövlalıq haqqı ki var, deyir, onun təkliflərini bildirsə yerinə yetirməlisən. Onun mövzusu necə gəldi təklifdir? Ya o təkliflər ki bilinib, mükəlləf onu bilib. Yəni təklifin, Mövlanın bir təklifin olmağı mövzudur, ya olan təklifi bilməyimiz nədir mövzusu? Bilinməsi, kəşf olunması. Kəşf olunması. Mövlanın içində nə var? Ola bilər ki, tutaq ki, məsələn deyir, lap elə imamla yan yana oturmuşam. İstəyir boynuma bir təklif qoysun, amma indi nədəsə qorxum mən çətin yazan demir. İndi demirsə, mənim də xəbərim yoxdursa, mən boyuna təklif gələ bilər. Deməli, sual verilir. Mövlanın təklifi öz həqiqi vücuduna ki vardı deyin, höccət olur, ya vardı, var olandan sonra bir ikinci şey olsa, bilinsin, sonra höccət olsun. Bilinsin. Deməli, heç şübhəsiz ki, ağıl hökm eləyə bilməz ki, Mövlanın təklifi varsa, bildim, bilməz höccətdir. Bu deyir ki, ağıl bunun yolu yoxdur. Ağıl bunu müstəhil bilir. Necə mən bilmədiyim şey necə höccət ola bilər? Bir şey ki olsun ki, sonra höccət olsun. Varmış Mövlanın zehnində. Mövlanın zehnində var, mən nə bilmərdim? Deməli, deyir ki, qayda bir də haqqı tayanın dairəsində. Görə haqqı tayanın dairəsi nə həddədir? Onun mövzusu nədir? Haqqı taətil Mövlanın mövzumudur ki, həl təkalifil Mövla bi vücudihəl vaqi əv bi vücudihəl ma'lum munkəşəf. Ma'lum munkəşəfdir, onun vücudu ilə deyil ki, Mövlanın əsl təklifin olmağı deyil. Bizim ona olan bilgimizdir. O bilgi nə həddədir, o sonraki məsələdir.
De ki, təkaliful mevla bi vücudiha fi şəriə, şəriətdəki varmış. Bi qat'in nəzər ən qat'il mükəlləf biha və şəkki fiha. Bundan qəti nəzər eləmiş ki, Mövlanın həmən təklifi mükəlləf bilibdi ya şəkk elibdi. Əv qat'uhu bi ədəmiha, yoxud da ki, qət elib o təklifin olmamağını. Əy, ənəha təstətbiyu haqqata fi cəmi hadil halat. Bütün bu halətlərdə bilsin, ehtimal eləsin, zənn eləsin, ya hətta bilməsə də belə bütün halətlərdə bəndənin boynunda haqq var. Hansıdır? Əv ənə mevla haqqı ta təkalifil mevla əl-münkəşəfə. Yaxud xüsusi olaraq budur Mevlanın haqqı ki, o təkliflər ki, kəşf olunub mükəlləf üçün. Vələv bir dərəcətin ehtimal etminəl inkişaf, hətta az da olsa dərəcəsi. Hansıdır? Bir, bütün hallarda, bilsən də, bilməsən də, zənn eləsən, güman eləsən, bütün hallarda boyunda təklif var. Birinci ehtimal. İkinci ehtimal, əgər Mevlanın təklifi sən üçün kəşf olunsa, onda sən üçün öncəyyət gətirir. Hansıdır? Fəaləl-əvvəl, birinci ehtimalda, la yekunul qat'u muəzzirən izə xalifəl vaqi. Əgər desə, birinci ehtimalda, bilsən də, bilməsən də Mevlanın təklifi sənin boynundadır, onda qət müəzzir olmaz. Və kanət təklif sabitən əla xilafı müəqqata. Onda qət elədiyi şeyin xilafına hərəkət eləyəndə, boynunda nə vardı? Təklif vardı. Və aləl-thani, ikinci halda, yəni o yerdə ki, Mevlanın təklifləri kəşf olunsa, yekunul qat'u muəzzirən, onda qət müəzzir olacaq. İz la haqqə taatin lil-Mevla fi haləti ədəm inkişaf təklif. Çünki la haqqə taatin lil-Mevla, Mevlanın haqqı taası yoxdur. Fi haləti ədəm inkişaf təklif. Əgər təklif kəşf olunmayıbsa, vələv inkişafın ehtimali, hətta ehtimali inkişaf olsa da belə. Vəl-əvvəl min hazənil ehtimal qeyri sahih. Birinci ehtimal batildir, qeyri səhihdir. Mütləq şəkildə Mevlanın sənin boyunda haqqı var. Bilsən də, bilməsən də sən yerinə yetirməsən. Bilmədiyimi nəyin yerinə yetirmən? Heç də bilmirəm. Aydın oldu. لأن حق الطاعة من المستحيل أن يحكم به العقل بالنسبة إلى تكليف يقطع المكلف بعدمه. والأول من هذين الاحتمال غير صحيح. Yaxşı dəlil nədir? لأن حق الطاعة itaat haqqı minəl müstəhil. Müstəhildir ki, ən yəhkumə bihil aql. Ağıl ona hökm eləsin. Ağıl desin ki, Mevlanın sənin boyunda təklif haqqı vardı, yerinə yetirmə haqqı var, imtisal haqqı vardı. Bin nisbəti ilə təklifin yəqtal mükəlləf bi ədəmi. Mükəlləf onun ədəminə nə eləyibdi? Qət eləyibdi. Mən yəqin biləm ki, təklif yoxdur. Dur, bir namaz qılmıram. Şimdi dur, nə? Axşam namazı qılmıram. Çünki qətin var, yəni gündüzdür. Deyirdi, sən burada qət'ün varsa onun namazın yoxluğunu dur namaz qılmasıdır. Müstəhil belə bir şey olsun. İz la yumkinlil mükəlləf ən yətəhərrəkə anhu. Mümkün deyil ki, mükəlləf onun ədəminə qət elədiyi onu hərəkət eləsin. Dur, bir axşam namaz qılmırıq. Deməli, 1 saat, 2 saat qaldı namaza. Axı, təklif nə üçündür? Təhrik üçündür. Təklif qoy ki, hərəkət eləyin. Mən onun ədəminə qət'in var ki, təklif yoxdur. Mühərrik olmayan olsa bir təklif ki, məni hərəkət verməyəcəksə, o təklifin sadir olmağı nədir Mövlana? Müstəhildir. İz la yumkin lil mükəlləf ən yətəhərrəkə anhu fəkeyfə yuhkəmil aql biluzumi zəlikə. İndi ki, o mükəlləf onun hesabına təhərrük tapmayacaq, hərəkətə keçməyəcəkdirsə, onda necə əql hökm eləyə bilər ki, o şey sənin vacibdir. Fəyətəəyyənul ehtimal thani, onda ikinci ehtimal olmalıdır. Və mə'hu yekunul qat bi ədəmi təklif muəzzirən anhu. Belə olan halda bir təklifin olmamağına qət eləmə, yəqin bilmə, onda müəzzir olur, üzür gətirib məndə üçün. Li'annahu yukhricu fi hadhihi al-hala an dairati haqqi at-ta'a. Çünki yaxrucu, li'annahu yaxrucu, yəni el-qat bi adam təklif. El-qat bi adam təklif yaxrucu an hadhihi al-hala an dairati haqqi at-ta'a. Bu halət haqqi at-ta'a dairəsindən xaric olur. Ay an-nitaq hukm al-aql bi vücub al-imtisal. Yəni nəyin dairəsindən xaric olur? Əql ki, hökm eləyirdi, vacibdir, onu Mövlanın təklifini imtisal eləməlisən, həmən nitaqdan, həmən dairədən xaric olur. Çünki Mövlanın itaət dairəsi o yerdədir ki, qət'ə çataq, ya zənn elə ya da ehtimal elə. Amma əgər qət'ə çatmışıq, təklif yoxdur, təklifin olmamağına qət'ə çatmışıqsa, o artıq Mövlanın, Mövlalıq dairəsindən, itaət haqqı dairəsindən xaric bir şeydir. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ala Muhammed.